İndi isə səhnəyə Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin zabiti, polkovnik leytenant Anar Nəbiyevə söz veririk. Salam, hər vaxtınız xeyir olsun. Əziz şəhidlərimizin doğmaları, yaxınları, əzizləri, tədbir iştirakçıları, qardaş Türkiyə Cumhuriyyətindən təşrif buyurmuş, şəhidlərimizə həsr olunmuş kitabın araya ərsəyə gəlməsində əməyə keçmiş yazar və şair qardaş və bacılarımız. İlk növbədə tədbirin təşkilatçılarına, Müdafiə Nazirliyinin nümayəndələri olaraq bizi də tədbirə dəvət elədiklərinizə görə öz minnətdarlığımızı bildiririk. Bugünkü kitabımızın təqdimatı Azərbaycan tarixinin xoş əlamətlər bir gününə təsadüf edir. Bugün ölkəmizdə dövlət suverenliyi günü qeyd olunur. Şəhidlərimizin, qazilərimizin qanı canı bahasına 2 il bundan əvvəl Vətən müharibəsində acınacaqlı məğlubiyyətə uğramış Azərbaycan Respublikası siyasi rəhbərliyinin, eləcə də xalqımızın uzatdığı sülh əlini geri çevirən separatçı qüvvələrə qarşı ordumuzun keçirdiyi uğurlu əməliyyat nəticəsində Respublikamızın ərazi bütövlüyü və suverenliyi bərpa olunub, bu Azərbaycan tarixində qeyd olunur və bu kitab təqdim etmə mərasimi də bu xoş günə təsadüf edir. Bu gün də bizim şəhidlərimizin və qazilərimizin qanı və canı bahasından qazanılıb. Bu tədbirin keçirilməsi ilə bağlı, yəni bir şəhid, bir hekayə, bir şeir layihəsi çərçivəsində Namiq müəllim Müslümov bizlə əlaqəyə çıxdı, belə bir təşəbbüs olduğunu bildirdi. Biz Namiq müəllimlə görüşdük, ətraflı söhbət elədik. Türkiyə Cumhuriyyətində, Türkiyə Cumhuriyyəti şəhidlərinə həsr olunmuş, daha öncə çapdan çıxmış 3 kitab barədə bizi geniş məlumatlandırdı. Kitabın 4-cü cildinin Azərbaycan şəhidlərinə həsr olunacağını bildirdi. Eləcə də 5-ci cildinin Şimali Kipr Türk Cumhuriyyəti şəhidlərinə həsr olunacağını bildirdi. Biz bu xəbərdən çox sevindik, şad olduq, məmnun olduq. Çünki şəhidlərimiz haqqında nə qədər çox kitablar yazılsa, əsərlər yazılsa, filmlər çəkilsə, sənədli filmlər çəkilsə, təbii ki, onların xatirəsi daha da əbədiləşəcək və şəhidlərin təbliğatı bizim gənc nəslin hərbi vətənpərvər ruhda tərbiyəsində mühüm rol oynayır. Onların yaxınları, doğmaları üçün, eləcə də əzizləri üçün böyük bir təsəllidir. Və Namiq müəllim daha sonra 2 gün bundan əvvəl həmin kitablardan bir nüsxəni tanış olmaq üçün bizə təqdim elədi. Qısa müddət keçsə də mən kitabın içərisində bir neçə şəhidimizin həyatına həsr olunmuş həyat hekayələrini oxumaq mənə nəsib oldu. Şəhidlərimiz içərisində mənim komandirim olmuş, mənimlə bir yerdə xidmət eləmiş, hərbi təhsil almış yaxın qardaşlarım var. Və bu kitabın əsas fərqləndirici xüsusiyyətlərindən biri, onun rəsmiyyətdən bir qədər uzaq olması və insanların taleyindən səmimi duyğularla, hisslərlə yazılması və belə deyək, rəsmiyyətdən uzaq olmaq o mənada ki, həyat hekayələrini, xatirələrini, onlar barəsində şəhidlərimizə yaxın insanların, xidmət yoldaşlarının, valideynlərinin, həyat yoldaşlarının, övladlarının xatirələri burada çox canlı dildə və təsirli üsullarla təsvir olunur və oxuduqca insan təsirlənməməsi qeyri-mümkündür. Mən bir daha bu layihənin araya ərsəyə gəlməsində əməyə keçən hər bir kəsə Müdafiə Nazirliyinin rəhbərliyi adından öz minnətdarlığımızı bildirmək istəyirik. Təbii ki, bu geniş təbliğata böyük ehtiyac var və xüsusilə də qardaş Türkiyə Cumhuriyyətindən yazarların, şairlərin bu kitabın hazırlanması məsələsinə, işinə cəlb olunması və zəngin tarixə malik olan, qəhrəmanlıq tarixinə malik olan, vətənpərvər ruhda filmlər, əsərlər yaratmış qardaş Türkiyə Cumhuriyyətinin təcrübəsindən istifadə olunması da bizi çox qürurlandırdı. Mən inanıram ki, bu layihə bundan sonra da davam eləyəcək. Azərbaycanımızın bütün şəhidlərinin
həyat hekayələri bu kitablarda öz əksini tapacaq və şəhidlərimizin əziz xatirəsi təbii ki, xalqımızın, qədir bilən xalqımızın yaddaşında əbədiyyətə qədər yaşayacaq. Ölüm sevinməsin qoy, ömrünü vermir bada, el qədrini canından daha əziz bilənlər, şirin bir xatirə tək qalacaqdır dünyada. Sevərək yaşayanlar, sevilərək ölənlər. Öz vətənlərinə hədsiz sevgiləri ilə canlarını vətən yolunda fəda eləmiş əziz şəhidlərimizin xatirəsi xalqımızın, qədir bilən xalqımızın yaddaşında sevilərək əbədiyyətə qədər yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Diqqətinizə görə minnətdarım. Təşəkkür edirik. Bugün biz yalnız şəhidləri xatırlamalıyıq.